Təbəsi sağa gedən yol deyilən ərazidə 1.8 sotda həyətə 2 maşın rahat girər. Birbaşa da qapı məhliyə açılır. Yəni qapını aç, məhliyə çıx. Evin sağı solu da düzdür, azlı məsafəsi 40 sm, amma məsafəsi var. Digər tərəfi isə yoldur, birbaşa yol. Bakı, gidrofonu, hər şey var. Qaz, işıq, suyu da artezan suyudur. Girdi belə zal. Gördüyünüz kimi aboylarından hər bir şey çəkilib. Burada mətbəximiz, mətbəx mebeli də yığılıbdır. Və arxada da 2 dənə spalni. Bir daha qeyd edilən evin kombi sistemi çəkilib, qazlı işığı var. İdeal evdə həqiqətən də 49.000 ilkin satış qiymətdir. Real müştəri endirimdə olacaq. Məscid küçəsidir, Baqati küçədir. Bilənlər bilir, bu küçə ən yaxşı küçədir. Binə qəsəbəsi. Qəsəbəsi sağa gedən yol deyilən ərazidə 1.8 sotda həyətə 2 maşın rahat girər. Birbaşa da qapı məhliyə açılır. Yəni qapını aç, məhliyə çıx. Evin sağı solu da düzdür, azlı məsafəsi 40 sm, amma məsafəsi var. Digər tərəfi isə yoldur, birbaşa yol. Bakı, gidrofonu, hər şey var. Qaz, işıq, suyu da artezan suyudur. Girdi belə zal. Gördüyünüz kimi aboylarından hər bir şey çəkilib. Burada mətbəximiz, mətbəx mebeli də yığılıbdır. Və arxada da 2 dənə spalni. Bir daha qeyd edilən evin kombi sistemi çəkilib, qazlı işığı var. İdeal evdə həqiqətən də 49.000 ilkin satış qiymətdir. Real müştəri endirimdə olacaq. Məscid küçəsidir, Baqati küçədir. Bilənlər bilir, bu küçə ən yaxşı küçədir. Binə qəsəbəsi.